Ziyafət müəllimin yardım aksiyası hələ də davam eləyir. Ziyafət müəllim artıq burada. Ziyafət müəllim, biz bunları nəyə borcluyuq? Vallahi mən deyim ki, bu mənim ürəyimdən gəlir, tam səmimi qəlbimdən gəlir. Bunu elə soxma ağzımın içinə var. Hə, nəysə ki, deyir o sağ əl verdiyin sol əl bilməz, amma əslində yaxşıdır, qoy insanlarımız da görsün, elə bir örnək olsun bizim bu yardımımız. Çəkilişə düşsün. Bax, burada bir köməyə ehtiyacı olan, yardıma ehtiyacı olan bir insan var, bunu görürük. Və biz elə buradan keçirdik, dedik qoy bir insana yardım. Dur ayağa. Söz danışırıq, burada mərfətin qalacaq. Hoş gəlibsin. Bir belə adam dəlib dayanıb burada. El oğlu, bu çörəyi sana veririk ki, Verin. sən ac qalmayasan. İndi Çok sağ ol. Allah razı olsun. Çöldə barda qalan adamsan. Hə. Bunu veririk sana şirkətin adından. Ver. Bunu veririk sana insan. Hadi de verdi. Ala. Sağ ol. Olsun. Ala. Sağ olun. Nəysə ki, yəni bax, görsən götürür çörəyi qoyur yerə. Sonra da deyəsin ki, Ziyafət müəllim əsəbidir. Ziyafət müəllim vayam sağlanasın, girirəm ağzımın içinə. Ziyafət müəllim bellir. O çörəyi niyə yerə qoyursan? Bahara koy. O çörək sən çörəyi əlində saxlayamırsan. Gəl görüm bura. Gəl görüm bura. Allah şirməyin olsun. Çörəyi yerə qoyarlar. Olmaz beləcək qardaş. Nəysə ki, bu qardaşa yardım eləyə bilmədik. Allah ləyəqinizi kətsin. Bənə yatmışdınız onu. Ev yoxdur, qoy mən ləyəqsiz olum, heç bir problem yox. Ged otur yerində, aralan buradan, ged gör orada nə var, o tap yer. Nəysə ki, indi gələn yardımlarımız Allah qoysa davam edəcək. Bax, məncə, çörəyə sən yemsən, ha? Ala qalandır, ala qalanı. Burasını kəsərsiniz, Sən dəqiqədə mən o ağzını sənə